Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Mikail Müşfiq küçəsində deməli 4,5 sot torpaqda 4 otağı olan, bax qarşıda belə bir gördüyünüz həyət evi satılır. Hal-hazırda mən darvazanın giriş hissəsində yerləşirəm. Eyni zamanda navesin alt hissəsidir. Bax buranın ölçüsü 10-un 16-yadır. Yenə təkrar edirəm. Deməli bax konkretən bu evin harada olmağı haqqında sizə məlumat verim. Deməli köhnə İTR yolunda Eminbəyli küçəsindən Mikail Müşfiqə döndükdə bax həmin küçəyə çox yaxın bir ərazidə yerləşir. Mərkəzi yoldan təxminən 50 metr məsafədə yerləşir. Küçəsi genişdir. İndi isə mən deməli bax bura koridorudur. Uzunluğu mənə deyilənə görə harsa 14-13 metrdir, 13-14 metrdir. Eni isə 2 metrə yaxındır. 4 otaqlıdır. Bax bu cürdür. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Polları taxtadır, təmirlidir. Baxın, hal-hazırda siz deməli pollarını görmək mümkündür. İndi isə ən böyük zalına keçirəm. Bax bu zalın uzunluğu sözünüzü bir dəqiqə deməli harsa 5-in 8-ədir. Bax bu cürdür ölçüsü. Ümumi sahəsi 97,9-dur. Şəxsən bu cür görmüşəm. Bura isə otaqlardan biridir. Bax yenə təkrar edirəm. Deməli 4 otaqlıdır. Ancaq onu deyə bilərəm ki, kör otaq yoxdur. Bura 4-ün 5-ədir. Bax bu cür necə görürsünüz. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Başqa regionlar üçün də deyim ki, şəhərdir. Bax burada belə bir mini otaq var harsa 2,5-ın deməli 3,5-adır. İndi isə 3-cü və 4-cü otaqlara keçirəm. Bax buranın da ölçüsü 4-ün 5-ədir. Qarşıda olan otağın ölçüsü 3-ün 4-ədir. Sənədi dediyim kimi çıxarışdır, yəni kupçadır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. 1976-cı ildə tikilib bu ev. Ancaq ona baxmayaraq, yəni burada birinci bax o zalı mən elə başa düşürəm həmin evin üzərindədir. Ancaq bura qarşıda gördüyünüz tikilişlər yaxın illərin tikilişləridir. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Deməli 2 ədəd baseynisi var, 2 tonluq, bir də 2 deməli 2 tonluq subak var. İndi bax bura deməli həmin dediyim 4 otağa aid deyil. Burada ölçü haradasa deməli 4-ün 5-ədir. Yəni bax bura belə deyim də mini zaldır yaxud həmin 4 otağa aid deyil. İndi isə mətbəxə keçirəm. Mətbəx mebeli evdə qalır. Bir balaca. İndi bax bura mətbəxidir. Mətbəx həqiqətən böyükdür. Hardasa 5-in 3,5-adır. Bax yenidən mən sizə mətbəx mebelini göstərirəm. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi deməli bax gördüyünüz kimi hamam evin içərisindədir, təmirlidir. Ümumiyyətlə bu həyət evi həqiqətən əla və keyfiyyətli təmir olunub. Bura razdivalkasıdır. Bura isə deməli hamamdır. Bax 2,5-ın 2-ədir bu cür ölçüsü. Çox yaxınlıqda 16 və 22 nömrəli orta məktəblər, yəni bu ərazinin şagirdləri həmin məktəblərə gedirlər. Bildiyiniz kimi 16 və 22 nömrəlidir. Bura isə bu zonadır. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi mən bağçasına çıxıram. Çox yaxınlıqdan təzə 20 nömrəli marşrut işləyir. Bir də ki köhnə 24 nömrəli marşrutdur. Bura isə bağçasıdır. Bu cürdür. 4,5 sot torpaq sayəsində yerləşir bu həyət evi. Bura isə bağçasında mənə elə gəlir ki hardasa ondan çox ağac növü var. Gördüyünüz kimi 4 tərəfdən yəni hörgüsü var. Harada yerləşməyini sizə dedim. Yenə təkrar edirəm. Deməli Gəncə şəhərində Eminbəyli küçəsi ilə Mikail Müşfiq küçəsinin kəsişməsinə yaxın bir ərazidədir. 4,5 sot torpaqda yerləşir. Qiyməti 90.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, yəni başqa regionlar üçün bura şəhərdir. Yəni qəsəbə deyil. Bax bu sözü sadəcə olaraq dedim. Bax belə sizlərə uğurlar.